Salam əziz izləyicilər. Bugün sizlərlə blok imtahanlarının 2-ci cəhdinin 3-cü qrup suallarını müzakirə edəcəyik. İndi birinci suala baxırıq. Xəritədə göstərilmiş komendant idarə sulu dövrünə aid əyalətlərin ümumi cəhətlərinin verildiyi bəndi müəyyən edin. Əyalətlər 1-3 ərazisində Çar Rusiyasının müstəmləkə siyasətinə qarşı üsyan baş vermişdir. İndi 1-dən 3, yəni Lənkəranla Şəki bölgələri nəzərdə tutulur. 1-dən 3 düzdür. Çünki 1831-ci ildə Lənkəran üsyanı oldu Mirhəsən xanın başçılığı ilə. Məşədi Məhəmmədin başçılığı ilə də 1838 Şəki üsyanı baş vermişdir. Əgər biri götürürüksə, onda bir olmayanlar çıxacaq. B variantı, E variantı gedir. İkinciyə baxırıq. 1-2 19-cu əsrin 20-ci illərində təşkil edilmişdir. Yəni Lənkəranla Qarabağ bölgələri. Bu da düzdür. Çünki Lənkəran xanlığı 1826-cı ildə ləğv edilmişdir. Digər adı ilə Talış xanlığı. Qarabağ xanlığı isə 1822-ci ildə ləğv edilmişdir. Yəni Qarabağ 1822-də ləğv olunub, Talış isə 1826-da ləğv olunubdur. Yəni 19-cu əsrin 20-ci illərinə aiddir. Bu da düzdür. Demək, cavab D variantıdır. Baxırıq ikinci suala. Uyğunluğu müəyyən edin. Azərbaycan Respublikası 20-ci yüzilliyin 90-cı illərinin əvvəlləri. Naxçıvan MSSR-in adından Sovet Sosialist sözünün götürülməsi. Bu 1990-cı ildə olmuşdur. Bəli, 1990-cı ildə olduğu üçün Azərbaycan Respublikasının vaxtına düşmür. Azərbaycan Respublikası 1991-ci ildə quruldu. Yəni daha doğrusu müstəqilliyini bərpa etdi. Arada bir il fərq olduğu üçün biri çıxırıq. 2-yə baxırıq. 21-ci yüzilliyin ilk 10 illiyi. Bütün çadır şəhərciklərinin ləğvi. Çadır şəhərciklərinin ləğvi 2007-ci ildə olmuşdur. Buna görə də 2-ni götürürük. Əgər biri çıxıb 2-ni götürürüksə, D variantı gedir, A variantı gedir. Və həmçinin 2 olmayan E variantı da gedir. Qalır ya bu variantı, ya da ki C variantı. Biz niyə 3-ü çıxırıq? 3-ü ona görə çıxırıq ki, Qarabağ Dirçəliş Fondu 2020-2021-ci illərdə yaradılmışdır. Məhz bu səbəbdən 3-ü çıxırıq. Çünki burada yazır ki, 21-ci yüzilliyin 10-cu illəri, yəni 2010-cu ildən 2019-cu ilədək olan dövr nəzərdə tutulur. Həm də ki, Qarabağ Dirçəliş Fondu 2-ci Qarabağ müharibəsindən sonra yaradıldı. 2-ci Qarabağ müharibəsi də hələ başlamamışdı 2010-cu illərdə. Nəticədə cavab C variantıdır. Üçüncü suala baxırıq. Mehranilər sülaləsinin Albaniyada hakimiyyətdə olduğu dövrə aiddir. Ərəblərə qarşı Azərbaycan cənubunda üsyanın baş verməsi. Əvvəlki videoda dediyimiz kimi, Mehranilər sülaləsinin hakimiyyəti 629-dan başlayır, 705-də bitir. Ərəblərə qarşı Azərbaycan cənubunda üsyan oldu 644-də. Və Osmanın vaxtında üsyan yatırılır 645. Buna görə də cavab A variantıdır. Baxırıq 34-cü suala.
10-cu əsrin ikinci yarısında Azərbaycanda meydana gələn müstəqil feodal dövlətlərdən biri idi. Paytaxtı Gəncə şəhəri idi. Azərbaycanın qərb torpaqlarını xristian dövlətlərinin hücumlarından müdafiə olunmasında mühüm rol oynadı. Mətndə bəhs olunan dövlətdən fərqli olaraq Salarilər dövləti. İndi burada bəhs olunan dövlət hansı dövlətdir? Şəddadi dövləti. İndi Salarilərə aid olan, lakin Şəddadilərə aid olmayan xüsusiyyət tapacağıq. 11-ci əsrdə süquta uğradılmışdır, səhvdir. Çünki Salarilər 981-də süquta uğradı. Əbülhica Rəvvadi tərəfindən bir getdi. Bir getdisə D variantı gedir, E variantı gedir. Gürcülərə qarşı mübarizə aparmışdır. Bu oxşar cəhətdir. Hər ikisinə aiddir. İkinci çıxırıq. Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmişdir Salarilər. Bu düzdür. Çünki Şəddadilərdən fərqli olaraq Salarilər Azərbaycanı vahid dövlət tərkibində birləşdiriblər. Eyni Sacilər kimi. 3-ü götürürük. Azərbaycanın cənubunda meydana gəlmişdir. Bu da Salarilərə aiddir. Çünki paytaxt Ərdəbil şəhəri idi. Ərdəbil də Arazdan cənubda yerləşir. Cavab C variantıdır. 1955-1967-ci illər arasındakı dövrə aid olan ifadələri müəyyən edin. Böyük sıçrayış. Böyük sıçrayış 1958-dən 1961-ə kimdir? Falkland böhranı. Bu 1982-ci ildə olub. Margaret Thatcherin hakimiyyəti dövründə. Avropa İqtisadi Birliyi. Avropa İqtisadi Birliyi 1957-ci ildə yaradılmışdır. Lakin həmin dövrdə Böyük Britaniya belə deyim ki, həmin ittifaqa daxil olmadı birbaşa. Yəni qurulan kimi Böyük Britaniya o ittifaqa qoşulmadı. Bir müddət keçəndən sonra 1973-cü ildə Böyük Britaniya Avropa İttifaqının üzvü oldu. Ərəb Baharı. Ərəb Baharı 2011-ci ildə olmuşdur. 2010-2011 yəni. Körfəz müharibəsi. Körfəz müharibəsi 1991-ci ildə İraq və ABŞ arasında olmuşdur. ABŞ Vyetnam müharibəsindən nəticə çıxararaq tək başına hücum eləmir. Müttəfiq dövlətlər də öz yanına alaraq bir dövlətə qarşı hücuma keçmişdir. Bizdən də tələb olunur 67-ci ilə kimi olan dövr. Yəni 55-dən qabaq olmasın, 67-dən sonra olmasın. Biz 2-ni çıxırıq. Ondan sonra 4-ü də çıxırıq. 5 də çıxırıq. Qalır 1-3. C variantı. Baxırıq 36-cı suala. Makedoniyalı İskəndərin hakimiyyəti dövrü üçün xarakterik deyil. Yəni Makedoniyalı İskəndər eramızdan əvvəl 336-cı ildə hakimiyyətə gəlir. Eramızdan əvvəl 323-cü ildə də vəfat edir. İndi biz elə bir hadisə seçək ki, 336-dan qabaq olmuş olsun. Bir də 323-dən sonra olmuş olsun. İpucu 336 və 323-dür. Yunan şəhər dövlətlərinin azadlığına son qoyulması. Bu düzdür. Çünki
Makedoniyalı İskəndərin hakimiyyətindən 2 il qabaq eramızdan əvvəl 338-ci ildə Xeroniya döyüşü baş verdi. Və bu barədə qoyulan abidədə yazır ki, Xeroniya döyüşündə həlak olanlarla birlikdə Yunan şəhər dövlətlərinin azadlığı da dəfn olundu. Makedoniya dövlətinin imperiyaya çevrilməsi İskəndər özü imperiyaya çevrilmişdi həmin vaxtı. Yəni İskəndərə aid xüsusiyyətdir. Əhəməni dövlətinin süquta uğradılması eramızdan əvvəl 330-cu il. Bunda İskəndər özü eləyibdi. Atropatena dövlətinə hərbi yürüşün təşkil edilməsi. Atropatena dövləti 321-ci ildə yaradılıb. Yəni Atropatena dövlətinin qurulmağından 2 il qabaq Makedoniyalı İskəndər artıq vəfat etmişdi. Bu səbəbdən Atropatena dövləti sayılır. Müqavimətə baxmayaraq bütün Hindistanı işğal edir. Səhvdir. Çünki bütün Hindistanı işğal eləmədi. Hind çayı hövzəsinə kimi bəzi əraziləri işğal elədi eləməyinə. Lakin Hind xalqının müqaviməti və əsgərlərinin yorğun düşməyi səbəbilə və həmçinin ordu başçılarının üsyanı və təbkarlığı nəticəsində Makedoniyalı İskəndər Hindistandan geri qayıtmalı oldu. Cavabımız 1, 4, 5 B variantı. Şimali Azərbaycanın 19-cu əsrin 50-ci və 70-ci illəri tarixinə aid oxşar cəhətləri. Qafqaz canişinliyinin tərkibində olmağı 1844-1883. Həmin dövrdə Qafqaz canişinliyinin tərkibində idi. Yəni 50-ci, 70-ci illərdə Qafqaz canişinliyi var idi. Biri götürürük. Biri götürürüksə A getdi, bir də E getdi. Yeni quberniyaların yaradılması. Yelizavetpol quberniyası yaradılıb, bir də Bakı quberniyası yaradılıb. Hansı ki Şamaxıda zəlzələ olmuşdu deyə Şamaxı quberniyası ləğv olundu. Yerinə Bakı quberniyası yaradıldı. Hətta Dərbənd quberniyası da ləğv olunmuşdu. Lakin bizdən soruşulan yeni quberniyaların yaradılmasıdır. Kəndlilərdən hərbi verginin alınması 1887-ci ildə olmuşdur. Bu da ki 70-ci illərdən sonra olub. 50-ci illərdən 70-ci illərə dək olan dövrə aid deyil. 3 gedir. Neft emal edən zavodların tikilməsi. Yəni neft emal edən zavodlar həmin dövrdə hələ tikilməmişdilər. Düzdür, neft sənayesi inkişaf eləyirdi. Lakin həmin dövrdə neft emal edən zavodlar hələ tikilməmişdi. Cavabımız D variantıdır. Otuz səkkizə baxırıq. 14-cü əsrin birinci yarısına aid olanları müəyyən edin. Şirvanşahlar dövlətində Dərbəndilər sülaləsinin hakimiyyətə gəlməsi. 1382. Bizdən də soruşulur 14-cü əsrin birinci yarısı, yəni 1301-dən başlayıb 1350-ci ilədək olan dövr. Şirvanşahların taxtına Dərbəndlərin oturması ikinci yarısına düşdüyü üçün biz onu götürmürük. A variantı, C variantı, D variantı gedir. Osmanlı dövlətinin yaranması 1302-ci ildə olmuşdur. Lakin köhnə kitablarda 1299-da yazırdı. Buna görə də biz ikini götürürük. Çünki birinci yarısına düşür.
Avropada 100 illik müharibənin başa çatması 1453. Bu getdi. Çünki əgər Avropada 100 illik müharibənin başlaması yazsaydı, biz onda həmin variantı seçərdik. Çünki Avropada 100 illik müharibə 1337-ci ildə başlamışdır ki, 14-cü əsrin birinci yarısına düşür. Fransada ilk dəfə baş ştatların çağırılması eyni ildə olmuşdur Osmanlı dövlətinin quruluşu ilə. Yəni baş ştatların çağırılması ilə Osmanlı dövlətinin qurulması eyni ildə baş verdiyi üçün əlavə qeydə ehtiyac duyulmur. 4-ü götürürük. Kresi döyüşündə fransızların ingilislərə məğlub olması 1346. Bu da birinci yarısına düşdüyü üçün 5 də götürürük. Çünki demişdik ki, 1350-dən o yana olmayacaq. Nəticədə 2, 4, 5, B variantı. Doqquzuncu suala baxırıq. Doğru hadisə nəticə əlaqəsini müəyyən edin. Osmanlıların Konstantinopolu tutması Ağqoyunlu dövləti Qaradənizə çıxışını itirdi. Konstantinopol deyil, Trabzon idi. Trabzonla Ağqoyunlular həmən vaxtı müttəfiq olduqları üçün ticari cəhətdən Osmanlıların həmin ərazini tutmağı Ağqoyunlulara birbaşa zərbə vurmuşdur və bu səbəbdən Ağqoyunlu Osmanlı müharibəsinin ikinci mərhələsinə zəmin hazırlanmışdır. A getdi. Şirvanşah 1-ci İbrahimin Qızıl Ordu xanı Toxtamışla ittifaq bağlaması Şirvanşahlar daxili müstəqilliyini saxladı. Səhvdir. Çünki Qızıl Ordu ilə deyil, Əmir Teymurla ittifaq bağlamışdır. Bu da getdi. Qaraqoyunluların Sərdürud döyüşündə Teymuriləri məğlub etməsi Teymurilərin Azərbaycan torpaqlarında hakimiyyətinə son qoyuldu. Bu düzdür, çünki 1408-ci il Sərdürud döyüşü nəticəsində Qara Yusif Əbbəkri ikinci dəfə məğlub eləyir və nəticədə Əbbəkrin atası Miranşah döyüşdə öldürülür. Bununla da Teymurilər Azərbaycandan qovulmuş sayılır. Cavab C variantıdır. Baxırıq 40-cı suala. Kartli Kaxetiya çarı 2-ci İrakli və Qarabağ xanı İbrahim Xəlil xanın Gəncə xanlığına hücumu nəticəsində. İndi bu neçənci Gəncə yürüşüdür? 1780-ci il Gəncə yürüşü. Çünki Qarabağ xanlığı bundan əvvəlki dövrlərdə də Gəncə xanlığına yürüş eləmiş və Gəncəni tabe eləmişdir. Lakin bu biraz fərqli yürüşdür. Çünki tək başına hücum eləmirdi. Birbaşa gürcülərlə birləşərək hücum eləyirdi. Bu da 1780-ci ildə baş vermişdir. Gəncə xanlığı Qazax və Borçalıya olan iddialarından bir dəfəlik əl çəkdi. Belə bir şey yoxdur. Gəncə xanlığı heç vaxtı Qazax və Borçalıya iddia qaldırmamışdır. Əksinə Şəmşəd Dilmalına iddia qaldırmışdır. O da ki, Çar Rusiyasına qarşı idi. Şahverdi xan Ziyadoğlu hakimiyyətə gətirildi. 1747-ci ildə başlayır. Lakin Şahverdi xan Ziyadoğlu heç bir qüvvə tərəfindən hakimiyyətə gətirilməyib. Özü hakimiyyətə gəlmişdi. Yəni iki tərəfli səhvdir bu variant. Gəncə xanlığı bütövlüklə Gürcüstana birləşdirildi. Səhvdir. Çünki Gəncə xanlığı bölüşdürülmüşdü. Bir hissəsinə Qarabağ, bir hissəsinə Gürcüstan nəzarət edirdi. Yəni Kartli Kaxetiya çarığı. Gəncə xanlığında iki hakimiyyətlilik yarandı. 1780-1783. O da ki, Kartli Kaxetiya çarığı ilə Qarabağ xanlığı tərəfindən olmuşdur. Cavab D variantıdır. E niyə deyir? E də
C variantı kimi səhvdir. Çünki Qarabağ xanlığı Gəncəni bütünlüklə tabe eləməmişdi həmin ortaq hücum nəticəsində. Çünki bölüşdürmüşdülər. 41-ci suala baxırıq. Səbəb-nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Səbəb İpək yolunun əhəmiyyətini itirməsi, nəticə Səfəvi dövlətində iqtisadi tənəzzül baş verdi. Cavab A variantıdır. Çünki Səfəvi dövlətinin iqtisadi cəhətdən tənəzzülünün başlıca səbəbi dəniz yollarının kəşfi nəticəsində İpək yolunun artıq əvvəlki kimi əhəmiyyətli olmaması idi. 42-ci suala baxırıq. 20-ci əsrin əvvəlləri Şimali və Cənubi Azərbaycanın mədəniyyət tarixinə aid ümumi cəhət. Azərbaycan türkcəsində qəzet və jurnalların çap edilməsi. Əlbəttə ki, Azərbaycan türkcəsində qəzet və jurnallar çap edilirdi həmin dövrdə. İstəyir milli hökumət dövrü olsun, istəyir cümhuriyyət dövrü olsun, istəyirsə Qacar xanədanı ilə Çar Rusiyası dövrü olsun. Hamısında türkcə qəzetlər və jurnallar buraxılırdı. Cavab A variantıdır. Dövlətlərin ümumi cəhətlərinin doğru verildiyi variantları müəyyən edin. Albaniya dövləti, Avropa Hun dövləti, birinci Göytürk dövləti, Uyğur dövləti, Ərəb dövləti. Göytürklər və Uyğurlar Çin üzərinə uğurlu hərbi yürüş etmələri düzdür. Çünki Uyğurlar da Göytürklər də Çinə uğurlu yürüşlər eləmiş və Çini asılı vəziyyətə salmışdırlar. Bir düzdür. Bir düzdürsə A variantı gedir, C variantı gedir. Albaniya, Avropa Hunları, Göytürklər Şərqi Roma dövləti ilə diplomatik əlaqələr qurmaları düzdür. Cavanşir, İstəmi Xaqan, Attila. Bunlar Şərqi Roma dövləti ilə diplomatik əlaqələr qurmuşdurlar. 2 düzdür. 2 düz olduğu üçün D variantını çıxırıq, B variantını çıxırıq, qalır D variantı. 44-cü suala. Şimali Azərbaycanın 20-ci əsrin əvvəlləri tarixinə aid doğru hadisə nəticə əlaqələrini müəyyən edin. Dünya iqtisadi böhranının baş verməsi, neft sənayesində təmərküzləşmə sürətləndi. Bir düzdür. Bir düzdürsə C variantı, D variantı, A variantı gedir. Neft sənayesində ilkin hisarın yaranması, neftli torpaqların hərrac yolu ilə satılmağa başlandı. Bu düz variantdır. Lakin bizdən soruşulan 20-ci əsrin əvvəlləridir. Yəni düz olsa belə 20-ci əsrə düşmür, 19-cu əsrə düşür. 2-ni çıxırıq. 1903-cü il əsasnaməsinin qəbul olunması dövlət kəndliləri arasında təbəqələşmə sürətləndi. Səhvdir, çünki dövlət kəndlilərinə aid deyil bu. Sahibkar kəndlilərinə aiddir. 1912-13-cü il aqrar qanunlarının qəbul edilməsi dövlət kəndliləri feodal asılılığından azad edildi. Bu düzdür. Ona görə ki 1870-ci il əsasnaməsinə görə kəndlilər, yəni sahibkar kəndliləri müvəqqəti mükəlləfiyyətli vəziyyətdə idilər. Çünki torpaqlar pulla satılırdı. Yəni pay kimi verilmirdi. Və kəndlilər də həmin dövrdə məcbur olub 40 il ərzində müvəqqəti mükəlləfiyyətli vəziyyətdə qalırdılar. Bu da ki, qaçaq hərəkatına zəmin hazırlardı. Nəticədə E variantını çıxırıq, qalır B variantı. Uyğunluq gözlənilmişdir. İtaliyanı tamamilə Frank dövlətinin tərkibinə qatmışdır. İmperator Kral Martel, yəni Karl Martel. Bu səhvdir. Çünki Karl Martel heç vaxt imperator titulu qəbul eləməmişdir. İmperator titulunu 800-cü ildə Böyük Karl qəbul etmişdir. A getdi.
Kordova dövləti ilə müharibə aparmışdır. Frank hökmdarı Böyük Karl. Bu düzdür. Çünki ərəblərlə müharibə nəticəsində Pireney yarımadasının bir hissəsini işğal eləmişdir. Bu səbəbdən ərəblər deyiləndə böyük ehtimal Kordova xilafəti nəzərdə tutur. Çünki 756-cı ildə Kordova xilafət yarandı Əndəlüs Əməvilər tərəfindən. Axı Abbasilər Əməvilər devirmişdi. Abbasilər Əməvilər devirdiyi üçün Əməvilər də Əndəlüsə qaçaraq dövlət qurdular orada özlərinə. Yəni Abbasilərdən ayrıldılar. Böyük Karl da 768-ci ildə hakimiyyətə gəlib. Cavab B variantıdır. Birinci Qarabağ müharibəsi ilə ikinci Qarabağ müharibəsi arasında oxşar cəhətlər. Azərbaycan Respublikası ərazi bütövlüyünü təmin etdi. Birinciyə aid deyil. Çünki birincidə biz məğlub olduq. Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatlar dayandırıldı. Bu düzdür. Çünki istər 1994-cü il 8 mayda imzalanan Bişkek protokolu, istərsə də 2020-ci il 10 noyabr bəyanatı hamısı Rusiyanın vasitəçiliyi ilə baş vermişdir. Azərbaycanın yerli istehsalı olan pualardan istifadə edildi. İkinci müharibə. Bu da getdi. Füzuli və Cəbrayıl rayonları ərazisində hərbi əməliyyatlar aparıldı. Bu düzdür. Çünki 1-ci Qarabağ müharibəsində və 2-ci Qarabağ müharibəsində Cəbrayıl və Füzuli rayonları ərazisində geniş miqyaslı hərbi əməliyyatlar aparılıb. 1993-cü ildə Füzuli və Cəbrayıl rayonları işğal edildi. 1994 Horadiz əməliyyatı ilə hər iki rayonun bir qismi azad edildi. 2020-ci ildə də Cəbrayıl və Füzuli rayonları tamamilə azad edildilər. Cavabımız 2-4 C variantı. Uyğunluğu müəyyən edin. Azərbaycan Sasani imperiyasının tərkibində, Ərəb xilafətinin tərkibində. İndi biz burada anlayışlar seçməliyik ki, həmin dövrə uyğun anlayış olsun. Xostak Sasani imperiyasının tərkibində olan dövrə düşür. Bəli, çünki Sasanilərə aid bir anlayış olmuşdur. Xostak irsi torpaq mülkiyyəti idi Sasanilərdə. O Səlcuqlara aiddir. Buna görə B-ni çıxırıq. Qazı müsəlmanlardan sonra olmuşdur. Yəni İslamdan sonra baş verən hadisədir. Yəni anlayışdır. Bir A-dır. Bir A-dırsa D variantı, C variantı, E variantı gedir. Biz B variantını çıxdığımız üçün təbii olaraq A variantı da gedir. Qalır B variantı. Satrap da daha doğrusu Əhəmənilər dövrünə düşür. Satrap, yəni Əhəməni Midiya dövlətlərində əyalətləri, vilayətləri idarə edən canişinlərə deyilirdi. Bunun ərəblərə dəxli yoxdur. Cavab B variantıdır. Baxırıq 45-ə, 48-ə. Şah 1-ci Təhmasib, Şah Məhəmməd Xudabəndə, paytaxtın yeni şəhərə köçürülməsi, Şah Təhmasib. Təbrizdən Qəzvinə köçürdü 1555. Osmanlı dövləti ilə müharibə aparılması oxşar cəhət. Osmanlı dövləti ilə sülh imzalanması Şah Təhmasib. Molla Həsən döyüşündə Krım xanlığının məğlub edilməsi 1578-ci ildə olmuşdur. Bu da Şah Məhəmməd Xudabəndənin hakimiyyətinə düşür. Səfəvi sülaləsinə mənsub olması, əlbəttə ki, Şah Məhəmməd Xudabəndə Şah 1-ci Təhmasibin oğlu idi. Cavabımız 1AC, 2D, 3BE. E variantı. Eramızdan əvvəl 1-ci əsrdə Romaya qarşı Parfiya ilə müttəfiq olan dövlətin paytaxtını müəyyən edin.
Demək, eramızdan əvvəl 1-ci əsrdə Romaya qarşı Parfiya Atropatena dövləti ilə müttəfiq idi. Atropatena dövlətinin paytaxtı da Qazaka şəhəri olmuşdur ki, Təbriz və Marağa şəhərlərinin arasında yerləşir. Bu səbəbdən cavab 2A variantı. Qazan və Heştərxan xanlıqlarının tarixlərinə aid oxşarlıq. Qızıl Ordu dövlətinin parçalanması nəticəsində yarandılar. Düzgün cavabdır. Çünki Qızıl Ordu dövləti artıq Əmir Teymurdan aldığı zərbə ilə 15-ci əsrdə dağılmağa üz tutdu. Noqay orada ondan sonra Qazan xanlığı, Heştərxan xanlığı, Krım xanlığı, Qazax xanlığı kimi dövlətlər yarandı ərazisində və həmçinin Qasım xanlığı da yaranmışdır. Cavab A variantıdır. Yeni sülalə və dövlətin əsasını qoydu. 1160-cı ildən etibarən Böyük Atabəy adlandırıldı. Eldəniz. (1186-cı ildə hakimiyyətə gəldi. Həmədan döyüşündə qələbə qazandı. Tabelikdən çıxan vilayətləri mərkəzi hakimiyyətə tabe etdi. Qızıl Arslan. Birinci və ikinci abzasda haqqında bəhs edilən hökmdarların ümumi cəhətləri. Biz burada Şəmsəddin Eldənizdən Qızıl Arslanın oxşar cəhətlərini tapaşıyıq. Şirvanşahların tabe edilməsi düzdür. Çünki ilk olaraq Şəmsəddin Eldəniz tabe etdi. Daha sonra Şirvanşahlar tabelikdən çıxdığı üçün Qızıl Arslan yenidən Şirvana hücum eləmiş və Şirvanşahları yenidən tabe etmişdir. Bir düzdür. Sultan titulu alması Qızıl Arslana aiddir. 2. Dəbil Əmirliyinin dövlətə birləşdirilməsi. Dəbil Əmirliyi Fəzl ibn Məhəmməd tərəfindən dövlətə birləşdirilib. Lakin Dəbil şəhər olaraq Eldənizin vaxtında dövlətə birləşdirilib, yəni Gürcülərdən azad edilib. İşte getdi. Monqol qoşunlarına qarşı mübarizə aparılması. Bu heç birinə aid deyil. Əksinə, Özbəyin hakimiyyəti dövrünə aiddir bu. Cavab D variantı. Yalnız 1. Fransada 3-cü Respublikanın mövcud olduğu illərdə Almaniyada 1870 1940 Müqəddəs Roma imperiyasına rəsmən son qoyuldu 1806. A getdi. Sadova döyüşü 1866 və Şimali Alman İttifaqı da 1866-cı ilə aid olduğu üçün hər iki variant birdən çıxılır. Konrad Adenauer ilk dəfə kansler seçildi 1949. Da getdi. Monarxiya devrildi 1918. Kil şəhərində Alman dənizçilər üsyan qaldırdı. Almaniyada monarxiya devrildi və 1-ci Dünya müharibəsi başa çatdı. Cavab E variantıdır. 53-cü suala baxırıq. Osmanlı imperiyasında durğunluq və geriləmənin daxili səbəbləri. Mərkəz hakimiyyətin nüfuzdan düşməsi bu düzdür. Çünki bizdən soruşur daxili səbəb. Beynəlxalq ticarət yollarının dəyişməsi bu xarici səbəbdir. Hərbi sisteminin ləğvi bu nəticədir. Ordu quruluşunda nöqsanların artması bu da düzdür. Çünki Yeniçəri ocağında
o qədər nöqsanlar yaranmışdı ki, artıq sultanı belə saymırdılar. Maaş biraz gecikəndə, bir qədər az gələndə üsyan qaldırırdılar. Yəni bunların səbəbkarı 3-cü Murad olmuşdur. Bu da ki, daxili səbəblərə daxildir. Osmanlı dövlətinin ələ keçirdiyi ərazilərin xronoloji ardıcıllığını müəyyən edin. 1. Hazırki Türkiyənin Avropada torpaqlarıdır. O dövrə görə Bizans ərazisidir. Yəni Şərq Roma. 2. Misirdir. 3. də Liviya. Liviya-Tunis arasında ərazi. İndi Şərq Roma ərazilərini tutdu 14-cü, 15-ci əsrlərdə. Yəni 1354-dən başlayıb 1453-ə kimi Bizans torpaqlarını işğal eləməyə başladı. Misri 1517-ci ildə işğal elədi. Livyanda 1551-1556-cı illərdə işğal etdi. Cavabımız 1, 2, 3. Azərbaycanda erkən Tunc dövrünə aid olan xarakterik xüsusiyyətləri müəyyən edin. Duluzçuluq və toxçuluq kimi sənət sahələrinin yaranması neolitə düşür bu. 1 getdi. Dini ayinlərin icrası üçün ibadətgahların tikilməsi bu düzdür. Qazaxda Baba Dərviş, Xaçmaşda Sərkərtəpə, Naxçıvanda Maxta. Əhalinin dağ ətəyi və dağlıq zonada məskən salması bu köçəri maldarlığın zəminidir və erkən Tunc dövründə cəmaət artıq dağ ətəyi, dağlıq zonalarda yaşayır. Beləcə bu da köçəri maldarlığın əsasının qoyulması demək idi. 3. Metaldan ilk əyalətlərin hazırlanması Eneolit dövrünə düşür. 4-ü də çıxırıq. Şumlama zamanı qoşqa heyvanlarından istifadə edilməsi, bu da erkən Tunc dövrünə düşür. Cavab 2, 3, 5. Heydər Əliyevin Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərliyi dövründə həyata keçirilmiş sosial-iqtisadi tədbirlərə aid deyil. Aid olmayanı seçəcəyik biz. Bakı metrosunun ilk 6 stansiyasının işə salınması bir düzdür. 67-dir. Heydər Əliyev də 69-da hakimiyyətə gəlib, 82-də birinci müavin olmuşdur. Bakı Məişət Kondisionerləri Zavodunun istifadəyə verilməsi. Bu 1975-də olub. Kolxozçulara pasport 57-59. Ağdam Xankəndi dəmir yolunun çəkilməsi bu da 79-a aiddir. Bizdən də aid olmayanı soruşduğu üçün 4-ü çıxırıq, qalır 2. Demək 2-də çıxırıq, qalır 1 və 3. Azərbaycan Xalq Cümhuriyyəti, Tiflis dövrü, Gəncə dövrü, Bakı dövrü. Türk dilinin dövlət dili elan edilməsi 27 iyunda olubdur. Gəncə dövrünə düşür. 2A. Azərbaycan parlamentinin yaradılması haqqında qanunun qəbulu Bakı dövrü 20 noyabr 1918. Bakı dövrü də başlayıb 17 sentyabr 1918-də. Gəncə dövrü 16 iyun 1918-də başlayıb. Tiflis dövrü də 28 maydan başlamışdır. Osmanlı dövlətinin AXC-nin müstəqilliyini tanıması bu Tiflis dövrüdür. C variantını götürürük. Kəndlilərə pulsuz torpağın verilməsi Sovet vaxtıdır. Yəni Cümhuriyyətə aid deyil bu. Konstitusiyanın qəbulu, bu da Sovet vaxtına düşür. Həm də müstəqillik dövrünə də düşür. Cavab
1C, 2A, 3B. Situasiyaya baxırıq. İngilis parlamenti Boston çay qonaqlığı adlanan hadisədən sonra Boston limanının ticarət fəaliyyətini dayandırdı. Dözülməz qanunlar adlanan sənəd İngiltərə parlamentində qəbul edildikdən sonra 1773-cü ilin sentyabrında 13 koloniyadan 12-si 1-ci Kontinental Konqresdə toplaşdı və təcili şəkildə müharibəyə başlamağın zəruriliyi vurğulandı. 2 il sonra başlayan müharibənin əvvəlindəki döyüşlər koloniyalarda ruh yüksəkliyi yaratdı. Saratogada baş verənlər isə İngilis ordusu üçün əsl faciə idi. Qərbi Avropanın aparıcı dövlətlərinin köməyi ilə ingilisləri müharibədə məğlub etdi. Mənbədə bəhs olunan müharibədə ingilislərə qarşı mübarizə aparan Avropa dövlətlərindən, yəni Qərbi Avropa dövlətlərindən ikisinin adını qeyd edin. Həmin vaxtı Fransa ABŞ-yə altdan gizlin yardımlar edirdi. Daha sonra ABŞ-nin müstəqilliyini tanıdığını bildirdi. Yəni ABŞ-nin müstəqilliyini ilk tanıyan dövlət Fransa olub. Həmin vaxt ingilislər tək Fransa ilə yox, həmçinin İspaniya ilə də müharibədə idilər. İspanlar da eyni ilə Fransa kimi ABŞ-nin müstəqilliyini tanımışdırlar və ABŞ də Benjamin Franklini Qərbi Avropaya göndərdi ki, ingilislərə qarşı Qərbi Avropa dövlətləri ilə ittifaq qursun. Cavabımız Fransa və İspaniyadır. Həmçinin Rusiya da ABŞ-nin tərəfində çıxış edib 1780-ci ildə silahlı bitərəflik ittifaqı yaratdı. Bəhs olunan müharibədə ingilislərin məğlub olmasının mənbədə göstərilmən ilk səbəbini qeyd edeyim. 1. George Washingtonun köməyi. 2. Xalqın, yəni ABŞ-lilərin ingilislərə qarşı birləşməyi idi və həmçinin hinduların ələ alınaraq ingilislərə qarşı müharibəyə sövq edilməsi idi. Haqqında bəhs olunan müharibənin gedişində müstəqilliyini elan etmiş dövlətin qalib gəlməsinin iki nəticəsini qeyd edin. 1. İngilislər nüfuzdan düşdü. 2. Amerika Birləşmiş Ştatlarının müstəqilliyi tanındı və həmçinin belə deyim ki, ingilislər artıq ABŞ-nin müstəqilliyini tanıdılar və ABC-yə gələcəkdə öz müstəqil mülkələri kimi baxmaqdan imtina edəcəkdilər. Hətta ABŞ-lilər artıq ingilislərdən heç cür asılı olmurdular. ABŞ-lilər artıq özlərini idarə edəcəkdilər, müstəqil dövlət kimi. Belə, artıq nəticədə suallar təhlil edildi, səhvlər, düzlər müəyyənləşdirildi. Əgər belə videoların davamını istəyirsinizsə, kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Sağlıqla qalın.